Bunlara kök hüceyrədə, egzozomda tətbiq edə bilirik. Sadəcə bu proseslər bir seansa getməsi mümkün olmayan proseslərdir. İstər ləkə, istər çapıqlar. Ona görə mən hər zaman pasientlərə mezodan, biodan başlayıb sonda kök hüceyrə tətbiq edirəm. Çünki 3-4 seans rahatlıqla edəcəyik. Bəlkə də çox olar, bəlkə yəni 3-dən az mümkün deyil ki, bu çapıqların, ləkələrin tam getməsi. Ona görə də çox gözəl effekt verir egzozom özü də. Amma burada mezoterapiyada, biorevitalizasiyada xəstənin maddi durumunu nəzərə alaraq bir çox prosedurlar tətbiq edə bilərik. Amma egzozom burada yəni mükəmməl effektə malikdir. Bəzi hallarda xanımlar düşünürlər ki, mən 3-4 seans daha tez-tez gedim. Amma bayaq çox gözəl bir məqam deyindiniz ki, ani effektivlik vermir dolğu kimi. 6-cı ayda lap ideal nəticə olur. Neçə müddətdən bir getmək lazımdır kök hüceyrə proseduruna? Kök hüceyrə özü, yəni əsl mezenximal kök hüceyrə bir dəfə üzü üçün olundusa 5-7 il yetərlidir. Amma egzozomlarımızı protokolla 3 dəfə ayda bir dəfə tətbiq etməliyik. 3 ayda, yəni 3 ay ayda bir dəfə, sonra 1 il etməyə də bilərik və yaxud da 6 ayda bir dəfə edə bilərik. Bu yenə pasientin üzündən və hansı prosedurlar olur. Bəlkə egzozomla yanaşı bir dənə biorevitalizasiyada etdik 14 gün sonra, o zaman ikisi birlikdə bir-birini tamamlayacaq, daha ehtiyac qalmayacaqdır. Və egzozomlar haqqında da onu demək istəyirəm ki, egzozomların da alma mənbələri müxtəlifdir. Var bitki tərkibli, heyvan mənşəli və plasentar dediyimiz göbək bağından alınan. Burada ən gözəl effekti plasentar, ən gözəl effekti göbəkçəsindən.